Salam əziz izləyicilər, mən FC Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Arifə Mahmudova. Bugün sizlərlə gördüyünüz qədərilə fonetika bölməsindən başlayırıq. Fonetika demək ilk demək idi. Bu da o deməkdir ki, biz nəyinsə ilkinə başlayırıq. Bəli, müəllimlərin işə qəbulu üzrə artıq kursumuzda qruplarımız yaradılıb. Əgər sizlər də bu endirimli qruplarımızdan faydalanmaq istəyirsinizsə, nömrələrimizlə əlaqə saxlaya bilərsiniz, Instagram səhifəmizə baxa bilərsiniz və eyni zamanda YouTube-da bu videonun altından rəy bölməsindən öz rəyinizi qeyd edə bilərsiniz. İndi isə keçid alaq fonetika hissəmizə. Sizə əsaslı hissələri verəcəm, deyəcəm. Fonetika hissəmizdə ən əsaslı hissələrimiz bizim sait, samitlərimiz və onların təsnifidir. Bunları mütləq bilməliyik ki, fonetik təhlildə hər hansısa bir səhvimiz olmasın. Və fonetik təhlilimizin özünün də öz xırdalıqları var ki, bunları bilməliyik ki, fonetik təhlilimiz düzgün çıxmış olsun. Mən sizlərə bu videoda bunları öyrədəcəm. Əminəm ki, sizlərə çox faydalı bir video olmuş olacaq. Keçid alaq. Qalın saitlər hansılardır? Hiss eləyirəm ki, artıq ekranın o başında hər kəs sayır. Dilimizdə 9 saitimiz var. Hər birinizin bildiyi qədərilə. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Bunlardan hansı qalındır, hansılar incələrdir? Qalın saitlər A, I, O, U-dur. Nisbətən qalın versiyada deyilir. Digərləri isə incə saitlər. Dilimizdə 9 sait varsa, onun 4-ü qalındırsa, yerdə qalan 5 dənəsi də incə olacaq. E, Ə, İ, Ö və Ü saitləri isə incə saitlərdir. Qalın və incə ilə bağlı xüsusi bir qeyd olmasa da, açıq-qapalı saitlər və eyni zamanda kar cingiltili samitlərlə bağlı xüsusi qeydlər var ki, bunları bilməyiniz çox yaxşıdır. Hətta kar cingiltili ilə bağlı özümün xüsusi qeydi də var, onu da qeyd eləyəcəm sizə, əzbərləmədən necə tapaq. Məsələn, açıq saitlər və qapalı saitlərimiz var dilimizdə. Qapalı. Qapalı saitlərimiz I, İ, U və Ü'dür. 9 saitdən 4-ü qapalıdırsa, yerdə nə qalıbsa açıq saitin payına düşəcək. A, E, Ə, O və Ö. İkinci bir metod necə yadımızda saxlaya bilərik? Əgər ağzı açıqdırsa, gördüyünüz kimi I, İ, U və Ü. Deməli, bu qapalıdır. Əks versiyadadır. Yox, başında elə bilin ki, papaq varsa, ağzı bağlıdırsa, A-dır, E-dir, Ə-dir, O-dur. Önün üstündə nöqtə olsa da nəticə etibarilə ağzı bağlıdır onun da. Deməli, bu açıqdır. Əks versiyadadır. Elə bilin ki, xüsusiyyət görünüş baxımından əks versiyadadır. Bu versiyada tapa bilərsiniz. Daha sonra dodaqlanan və dodaqlanmayan saitlərimiz var. Dodaqlanan və dodaqlanmayan. Bunlar dodaqlarımızın vəziyyətinə görə olur. Dodaqlananları tələffüz eləyərkən dodaqlarımız büzüşür və qabağa çıxmış olur. Baxaq görək bunlar hansılardır? O, U, Ö, Ü saitləridir. Dodaqlanmayan saitlər isə yerdə qalanlardır. Yəni A, E, Ə, I, İ. Bunlardır. İndi baxaq görək samitlərimizə. Kar samitlər hansılardır? Cingiltili samitlərimiz hansılardır? Kar samitlər. Mən R-nı bu qaydada yazıram. Ümid eləyirəm ki, bir sizə problemi olmaz. Cingiltili. Gəlin, digər qaydada yazım. Kar, cingiltili. Bunları əzbərləmirsiniz. Həm də əzbərləsək belə imtahanda ola bilər ki, həyəcanlanırıq, stresə düşürük, nə isə unuduruq. Bəs necə tapa bilərəm başqa bir metodla? Mən sizə qeyd elədiyim texnikanı siz ekranın o başında eləyin, nəticəsini görəcəksiniz. Əlinizi ağzınıza tərəf aparırsınız. Yəni, ağzınızı yuman vəziyyət, ağzınızı belə bağlayan vəziyyətə alırsınız. Sadəcə olaraq əlinizi ağzınıza tam yapışdırmırsınız. Biraz məsafədə saxlayırsınız, çox azca. Və başlayırsınız tələffüz eləməyə. Məsələn, T. Tələffüz eləyirik T. T, T. Görürük ki, nəfəs əlimizə çox qəşəng dəyir. Deməli, nəfəs dəyirsə, qeyd eləyək bu texnikanı.
nəfəs dəyirsə, bu kardır. Qeyrisi necə olacaq? Deməli, artıq nəfəs dəyməyən texnikada cingiltili olacaq. Nəfəs dəymirsə, bu isə cingiltili olacaq. T-nın qarşılığı nədir? D-dır. Gəlin yoxlayaq. Yenə də əlimizi ağzımıza tərəf aparırıq və tələffüz eləyirik. D, D, D. İstənilən versiyada nəfəsim əlimə dəyəcək. Çünki ağzımdan hər hansısa bir səs çıxır. Amma fikir verirəm ki, mən D-nı tələffüz eləyəndə nisbətən nəfəsim əlimə zəif dəydi. T-nı tələffüz eləyəndə daha güclü dəyir. T. Amma D-nı tələffüz eləyəndə daha zəif çıxır. Sanki nəfəsim öz belə deyək də içimdə qalır. Deməli, bu nə olacaq? Bu cingiltili samit olacaq. Nəfəs dəymirsə, az dəyirsə cingiltilidir. Nəfəs çox dəyirsə, bu artıq kar samit olmuş olacaq. Digərləri də o qaydadadır, uzun-uzadı yazıb sizi yormaq istəmirəm. Bu texnika ilə yadda saxlaya bilərsiniz. Eyni zamanda elmi qrammatikada boğaz samiti adlanan H samitimiz var ki, boğaz axınından çıxdığına görə belə adlanır. Bunun cingiltili qarşılığı yoxdur. Bəs hansı cingiltililər var ki, onların kar qarşılığı yoxdur? Bunlar L, M, N və R. Dilimizdə sonor samitlərdir və bunların da kar qarşılıqları yoxdur. Kar cingiltili samitlərdən, ümumiyyətlə sait samitlərin təsnifindən bu qədər. İndi isə keçid alırıq. Məsələn, testlərdə ola bilər qarşınıza çıxsın E saiti. E saitinə dil ortası sait deyirlər. Dil ortası sait. Yəni, hər orta tərəfdə deyilir də, dilin ortasında deyilir sanki. Eyni zamanda M və N samitləri var ki, bunlara da burun samitləri deyirlər. Burun samitləri. H isə boğaz samitidir. Elmi qrammatikada bunlar bu qaydadadır. İndi keçək fonetik təhlilə. Necə eləyək? Fonetik təhlilim düz çıxmır. Hər şeyi bilirəm. Nəyə görə belə alınır? Bir dənə belə olsun səhvimin olmasını istəmirəm. Bu tipli sualları özünüzə verirsinizsə, özünüzü bu tipdə mühakimə eləyirsinizsə, o zaman videonun sonuna kimi diqqətlə baxın. Fonetik təhlilimizin düzgün çıxması üçün nələr etməliyik? Qeyd eləyək. Fonetik təhlil. Baxaq görək, bu hissədə nələri yadda saxlamalıyıq. Bizim sözümüzün bir yazılış versiyası var, bir tələffüz versiyası var. Tələffüz versiyası mötərizədə göstərilən bu versiyadır. İndi baxıram mən. Mən birinci bilməliyəm ki, yazılış üzərindən nələri tapmalıyam, bəs tələffüz üzərindən nələri tapmalıyam. Mən yazılış üzərindən tapmalıyam. Birinci, çox qara oldu ekranımız. Gəlin qələmimizin rəngini daha da yaxşı versiyada eləyək. Aha. Yazılış üzərindən tapmalıyıq ki, məsələn, sözün hecalarını, sözdəki ahəng qanununu, Şagirdlər deyir ki, ay müəllimə, bizdə vurğu çıxardılıb, vurğunu öyrənməyimizə ehtiyac yoxdur, əla. Amma fonetik təhlilin tərkibində bu düşsə, siz bunu mütləq bilməlisiniz. Ona görə də vurğunu sizə öyrənməyi məsləhət görürəm. Elə bir çoxlarınız da deyirsiniz ki, vurğu çıxıb. Hər birimiz vurğunu bilsək, o qədər yaxşıdır. Müəllimlər onsuz da bunu bilməlidir. Yəni, sadəcə olaraq şagirdlərə qısaca buradan bir söz dedim ki, yəni vurğunu bilsəz daha yaxşı olar fonetik təhlilin tərkibində. Amma müəllimlərsə bunu sözsüz bilməlidir. Çünki artıq müəllimik, yəni vurğunu bilməmək bizim üçün ayıb olar. Çünki deməli, nə isə düzgün tələffüz eləyə bilmirik. Vurğudur, hecadır, ahəng qanunudur, hərf tərkibidir. Qeyd eləyək, hərf tərkibi. Bunlara yazılışdan baxırıq. Məsələn, sözün yazılışı budur. Ailə. Bu sözün yazılışıdır.
Yəni mən heyecanı axtarıramsa burada axtarıram, ahəng qanunu axtarıramsa burada axtarıram, vurğu axtarıramsa burada axtarıram, hərf tərkibi axtarıramsa yenə də burada axtarıram. Yazılışda. Bəs tələffüz versiyada nələrə diqqət eləməliyəm və tələffüzdə nələr ön plandadır, nələr götürülür? Qeyd eləyək. Tələffüz. Sözün tələffüzü əsasında fonetik təhlildə ən əsas olaraq müəyyənləşdirilir sait və samit təsnifi. Sait, samit, təsnifi. Bu nə deməkdir? Biz bayaqları sizinlə öyrəndik. Neçə dənə qalın sait var, neçə incə sait var, neçə açıq, neçə qapalı, neçə dodaqlanan, neçə dodaqlanmayan, neçə kar samit var, neçə cingiltili samit var. Və bunların hər birini biz sözün tələffüzündə qeyd edirik. Tələffüz mötərizədə göstərilən versiyadır. Məsələn, bayaq ailə sözünü yazdıq. İndi onun tələffüzünü yazırıq. Bu uzanmanı göstərir qoşan nöqtə. Ailə. Bu versiyada tələffüz olunur. Deməli, sözdə neçə dənə qalın sait, neçə incə sait, neçə dodaqlanan, neçə dodaqlanmayan, neçə açıq, neçə qapalı sait varsa düzgün tələffüzünə baxıram. Samit təsnifi sözdə neçə dənə kar, neçə dənə cingiltili samit varsa yenə də tələffüzünə baxıram. Məsələn, testlərdə bu necə qarşımıza çıxacaq? Tutaq ki, elə ailə sözünü götürürük. Bu versiyada tələffüzünü də qeyd eləyək, verib və tutaq ki, hər hansısa bir cavabda bizə deyilir ki, sözümüzdə bir samitdən istifadə olunmuşdur. Sözümüzdə bir samit var. Bəziləri bura baxır, deyir ki, nə qəşəng, bir dənə l samitidir də, deməli o cavab doğru cavabdır. Əgər verilir ki, o cavabı da yazaq burada. Bir samitdən istifadə olunub. Bu cavabı silirik. Nəyə görə? Çünki bu cavab səhvdir. Axı mən bayaq dedim, sait samit təsnifinə hardan baxırıq? Sözün düzgün tələffüzündən baxırıq. Sözün tələffüzünə baxanda burada bir dənə y görürəm, bir dənə də l görürəm. Deməli, bir samit yox, iki samitdən istifadə olunub. Tələffüzdən baxıram. Eyni zamanda bəzi versiyalarda tələffüz deyilir. Sözdə bir cingiltili samitdən istifadə olunmuşdur. Bir cingiltili samit. Qayıdıram, baxıram. Buradan əgər baxıramsa səhv deyəcəm. Burada bir dənə cingiltili var. Düzdür, o da cingiltilidir, l-dır, sonor samitdir. Amma mən bayaq dedim axı sizə, sait samit təsnifinə tələffüzdən baxın. İndi baxıram. Burada l-da var, burada y-da var. Ona görə də bir cingiltili yox, olmalıydı ki, sözdə iki cingiltili samitdən istifadə olunub. Bu versiya daha düzgün olmuş olacaqdı. Yəni, ümumiyyətlə düzgün olmuş olacaqdı. Sait samitlə bağlı bütün məsələlərə buradan baxırıq. Bəziləri deyir ki, ay müəllimə, bəs burada qoşan nöqtə necə olacaq? Fərq yaradacaqmı? Əgər qoşan nöqtəviz varsa və səs düşümü, səs artımı yoxdursa, deməli, heç bir fərqiniz də yoxdur. Ümumiyyətlə, qoşan nöqtə sözdə hər hansısa bir fərq yaratmır. Onu göstərir ki, siz sözü birazca uzun tələffüz eləyirsiniz. Məsələn, mən əgər bu sözü qoşan nöqtəsiz qeyd eləsəm, o deməkdir ki, mən bunu deyirəm ki, ailə. Mən axı ailə demirəm, A-nı biraz uzadıram. Ailə. Ona görə də qoşan nöqtəsini də qoymalıyam, istifadə eləməliyəm. Belə əziz izləyicilər, fonetika bölməmizə aid, fonetik təhlilimizə aid xüsusi qızıl qaydaları sizinlə bölüşdüm. Digər qızıl qaydalardan xəbərdar olmaq istəyirsinizsə, xüsusi xırdalıqlarımızı bilmək istəyirsinizsə, bizim yeni qruplarımıza qoşula bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti video dərslərdə görüşmək üzrə. Eyni zamanda diqqətinizə çatdırım ki, ən çox hansı mövzunun izahını və hansı mövzuya aid test izahını görmək istəyirsinizsə, rəy bölməsində eyni zamanda qeyd edə bilərsiniz və dərslərimizə də qoşulmaq istəyirsinizsə, bunu da rəy bölməmizdə qeyd edə bilərsiniz. Sağ olun, videonu bəyənməyi unutmayın.